Və aleykum salam və rəhmətullah və bərəkatuhu. Qardaş soruşur ki, Məkkədə deyirlər ki, ay görünüb. Onda sabah biz oruç tutaq. Cavab yox. Çünki ola bilər Məkkədə görünüb, ola bilər Amerikada görünüb, ola bilər İndoneziyada görünüb. O görünmək bizə aid deyil. Bizə aid deyil. Bizim ölkədə görünməyib. Bizim ölkə elan edib ki, birsi gündür. Birsi gün. Ümumiyyətlə, bu məsələ artıq neçə ildir, həmişə deyilir. Həmişə deyilir və sadəcə bu məsələ əslində belə baxanda, belə bir böyük məsələ deyil də. Buna görə biz nəsə ixtilaf eləyək və s. Sadəcə burada nədir? Burada istifadə edənlər var o məsələdən. Məsələn, siz əgər biraz geriyə tarixə baxsaq, qabaq açıq aydın bunu xavariclər deyirdi. Və biz xavaricləri rədd edirdik buna görə. Mumeyyilər, indiki mumeyyilər, mumiyalar, bunlar gizlədirdilər, görsəndilər. Gizlədirdilər, belə aşkar bildirmirdilər. Lakin elə ki, Adil və onun ətrafındakiləri cəmaatı böldü, apardılar, müəyyən bir hissəsini. Hal-hazırda onlar açıq aydın bunu bildirirlər. Və görürsən ki, hərisdirlər ki, cəmaat hamısı müxalif olsun. Ne üçün? Burada nə var? Təbii ki, xavariclər burada ziddiyyatdadırlar. Ne üçün? Xavariclər Saudiyanı da kafir görür. Sadəcə xavariclərin məqsədi nədir? Cəmaatı alışdırsın ki, hökumətə tabi olmayın. Ölkəvizdən gedməyin. Ölkəyə tabi olma. Və həmçinin xavariclər cəmaatı bölmək üçün ki, bunda hakimə müxalif var. Ölkəyə müxalif var. Bu məsələdən çox istifadə edirlər. Mumeyyilər sadəcə qadədir. Oturaq. Düzdür, onların hamısı yox. Onların çoxsu cahil heç bilmirlər nə baş verir. Əsaslarım mən deyirəm. Onlar narazıdırlar. Lakin bildirmirlər. Xavariclərdən bunların fərqi nədir? Xavaric açıq aydın deyir. Bunlar yox. Bunlar ya öz məclislərində deyirlər. Çünki hər məclisdə bunlar deyirlər, bu söhbətin bura yeri deyil və s. Və ya gizlədirlər. Belə deyirlər, heç kəsə demə. Artıq neçə dəfə deyilir hər il, qardaşlar. Yəni, sabit olun. Yəni, biz ölkəmizlə geririk. Ölkəmizlə. Əlhamdülillah. Və xüsusən də elan olunub artıq rəsmi şəkildə və demək ki, biz aya baxmırıq, yalan söhbətdir. Ayı izlənir, Rəsədxana bizə xəbər verir hər şeyi. Ay barədə. Kim istəyir ay barədə daha geniş məlumat alsın, geçsin Rəsədxanaya, artıq orada danışacaqlar, orada ay barədə. Geniş məlumat verəcəklər. Biz ölkəmizlə geririk. Saudiyada görsənə bilər. Ola bilər, burada görsənməsin. Məsələn, buludda olsun ama və ya başqa ölkədə. Görməsinlər. Görməsinlər. Yəni, Saudiya aid deyil. Yəni, hətta Saudiyanın demək özü problemdir. Saudiyanın demək özü problemdir. Onlar deməlidirlər ki, bir müsəlman ölkəsi görsə, onda tutaq. Var belə rəy. Belə rəy var. Amma rəy yoxdur Saudiyanı tutmaq. Yəni, onların bu sözü hətta elə baxanda müşkül məsələdir. Biz Saudiyanı gedirik. Saudiyanı necə gedsən? Saudiyanı gedmək düzgün deyil axı. Sən deməlisən, hansısa bir müsəlman ölkəsi görsə, var belə rəy fiqdə. Hamı tutsun. Lakin o rəy, hətta Saudiya alimlərinin özlərində deyirlər ki, bu rəy tətbiq olunmur. İkinci rəyi götürürlər. İkinci rəyi hansıdır? Deyirlər ki, kim harada yaşayır, orada baxsın, oradan getsin, oradan da baxsın. Və salam. İndi bunların səhvi nədir? Saudiyanı gedmək səhvdir. Saudiyanı bizsiz kim getsin? Məsələn, Peruda, Novi Zelandiyada, nə bilim, harada azlıqlar var müsəlman. Azlıqlar. Onlar bilmirlər. Onlarda nə orada mərkəz var, nə heç nə müşahidə var, nə rəsədxanalar var, nə yaxın hətta müsəlman ölkəsi var. Hamısı çox uzaqdadırlar. Onlar eyb etməz. Amma müsəlman ölkəsi, sən ölkə müxalif ol girən, ged girən başqa ölkədən, bu səhvdir. Bu səhvdir, qardaşlar. Oyaq olun, allanmayın. Onlar sadəcə istifadə edirlər cəmaatı bölməyə və dövlətə müxalif olmağa.
Düzdür, Mumegilər desələr ki, yo, nə danışsan, biz dövlətlənik, biz dövlətə qarşı. Onlar hamısı sözdür, boş sözlər. Bax, belə yerlərdə görsənir. Kimdir sadiq, kimdir yalançı.